bu bölgü, başta dediyim kimi, sonradan küfür etiqada yol açır. Yəni, insan naqidi oxuduqda müşrikləri təşkil etmək insanın İslamını pozur və insana təlqin edirlər ki, bu əsli kafirlərə aiddir. Əsli kafirlərə aiddirsə, bu ümmətə mənsub olan müşriklərin təkfirində durmaq nə olur artıq? İnsanın İslamına zərər getirmir. Bu da insanı küfrə salır. Çünki Allah Subhanahu wa Ta'ala'nın şəriətində müşriki təkfir etmək və müşriki təkfir etməyənin küfrə girməsi şəri hökmün üzərindədir yanıb, şirk feilinin üzərindədir yanıb. Hansı İslama mənsubdur və yaxud da Yahudiliyə mənsubdur, bu şəriətdə bu fərq yoxdur. Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə buyurur ki, "Əkuffarukum xeyrun min ulaikum em lekum beraatun fiz-zubur." Yoxsa sizin kafirləriniz onların kafirlərindən daha mı xeyirlidir? Sual verir Allah Subhanahu wa Ta'ala. Və yaxud da sizin kitabda nəysə bir bəraətiniz mi var? Yoxsa sizin kafirləriniz onların kafirlərindən daha mı xeyirlidir? Sual verir Allah Subhanahu wa Ta'ala. İmam Tabari rahimehullah bu ayətin təfsirində tabiinin böyük imamlarından olan Rabi ibn Anas el-Bikrinin sözünü zikr edir. Rabi ibn Anas el-Bikri rahimehullah buyurur ki, "Ekuffarukum xeyrun min ulaikum." Yoxsa sizin kafirləriniz onların kafirlərindən daha mı xeyirlidir? Ey kuffar hazihil ummə. Yəni bu ümmətin kafirləri. Allah Subhanahu wa Ta'ala bizə sual verir ki, yəni bu ümmətin kafirləri əvvəlki ümmətlərin kafirlərindən daha mı xeyirli? Təbii ki, xeyirli deyil. Bu ümmətin kafirləri ilə başqa ümmətin və yaxud da əvvəlki ümmətin kafirlərini cəm edən bir əməl var. Həmən əməl də şirkdir. Və əsli kafiri, yəni Yahudini, Xristiyanı təkfir etməyən kəssə, həmən bu naqidlə dinini pozur, kafir olur. Həmsinin bu ümmətə mənsub olub, lakin şirk işləyən insanları təkfir etməyən insan da naqidini pozur. Əslində bu ümmətə mənsub olan müşrikin halı, bu ümmətə mənsub olmayan müşrikin halından daha şiddətlidir. Çünki düşün ki, haradasa bir uzaq bir yerdə bir Xristiyan, bir Yahudi yaşayır, sən də burada müsəlmanların içərisində yaşayırsan. Uzaq məsafədə olmağına baxmayaraq, sən onu təkfir etmədikdə, biz səni birbaşa təkfir edirik. Ki, sən Xristiyanları, Yahudiləri təkfir etmədin. Ancaq bizim içimizdə, ətrafımızda olan bir müşriki sən təkfir etmədikdə, biz sənin təkfirində dururuq. Bu əslində ədalətsizlikdir, zülümdür. Ola bilsin ki, dünyanın elə yerləri var ki, orada yaşayan Xristiyanlara, Yahudilərə İslam dəvəti çatmayıb. Və İslam dəvətinin çatmadığı insanları təkfir etməyən bir insan dərhal təkfir edilir. Ancaq içərimizdə olan şirk əhli, hansı ki, onların şirklərini biz bilirik, etiqadlarını bilirik. Onların təkfirində İslama mənsubiyyətlərinə görə dayanan insan barəsində deyirik ki, bu insanı təkfir etmək olmaz. Əslində bu ədalətsizlikdir. Çünki İslam dəvətini eşidən bir müşrik, İslam dəvətini eşitməyən bir müşrik. İslam dəvətini eşitməyən bir müşrikə görə sən bir insanın İslam pozulur. Ancaq İslam dəvətini eşidən bir müşrikin təkfirində dayanan insanınsa İslam pozulmur. Abdurrahman bin Hasan rahimehullah Durarus Saniye'de buyurur ki: وَلَا رَيْبَ أَنَّ اللّٰهَ لَمْ يُعَزِّرْ أَهْلَ الْجَاهِلِيَّةِ الَّذِينَ لَا كِتَابَ لَهُمْ بِهَذَا الشِّرْكِ الْأَكْبَرِ وَكَيْفَ يُعَزِّرْ أُمَّةَ كِتَابَ اللّٰهِ بَيْنَ أَيْدِيهِمْ يَسْمَعُونَهُ وَيَقْرَعُونَهُ وَهُوَ هُجَّةُ اللّٰهِ عَلَيْهِمْ. Şübhəsiz ki, Allah cahiliyyə qövmünü, yəni ərəbləri, hansı ki onlarda həmən bu şirkin haram olması ilə bağlı kitab yox idi. Ona baxmayaraq Allah onları təkfir etdi. Necə ola bilər ki, Allahın kitabı əlində olan bir ümmət, hansı ki onu hər gün oxuyurlar, dinləyirlər, bunlar üzürlü olsunlar. Bu ümmətə mənsub olan müşrik qövmlərin, xalqların əlində kitab mövcuddur. Və İslam dəvəti mövcuddur. Bunu eşitdiyi halda şirk edən insanın təkfirində dayanan insan, yəni İslama müntəsib deyirlər. İslama mənsub olan müşrikin təkfirində dayananda durur. İslama mənsub olmayan əsli kafirin təkfirində dayanan isə birbaşa təkfir edilir. Bu kökündən batildir, səhvdir. Nə üçün? Çünki buradakı illət, hökmün illəti insanın şirk əməlini işləməsidir. Hansı millətə mənsub olmasının əhəmiyyəti yoxdur. Nəinki Yahudiliyə, Xristiyanlığa, İslama mənsub olan insan. Allah Subhanahu wa Ta'ala öz kitabında öz peyğəmbərini belə bu şeylə üzürlü etmir. وَلَقَدْ أُوهِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ لَئِنْ أَشْرَكْتَ لَيَحْبَتَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ. Sənə və səndən qabaqçı peyğəmbərlərə, rəsullara
vəhy edildi ki, əgər sən də şirk qoşsan, Peyğəmbər Allah subhanahu wa ta'ala deyilir. Deyir ki, sən də şirk qoşsan, bütün əməllərin boşa çıxacaq. Və mütləq ziyana uğrayanlardan olacaqsan. Peyğəmbərin özünün belə burada mənsubiyyəti, Peyğəmbər olması, uca bir məqamda olması onun üçün nə oldu? Üzr olmadı. Peyğəmbərə də Allah subhanahu wa ta'ala deyir ki, sən də şirk etsən, əməllərin boşa çıxacaq. İndi bu İslamı pozan 3-cü amildə insanların bu cür bölgəyə getməsi ki, əsli kafirlərə aiddir bu. Ümmətin müşriklərinə aid deyil. Yəni, ümmətin müşriklərini təşkil etməyən kəsdə təfsirat var. Durulur, bu kökündən səhvdir. Allah subhanahu wa ta'alənin kitabına, Rəsulunun sünnətinə zid və həmçinin əqilə zidd olan bir şeydir ki, insanları cəm edən hökmdə əvvəlkilərlə sonradan gələnləri cəm edən hökmün illəti şirk əməlini işləməkləridir. Hansı millətə, hansı ailəyə mənsub olmaqlarının şəriətə bir önəmi yoxdur. İslam dinini pozan əməllərdən olan bu nəqid, kim ki müşrikləri təkfir etməzsə, onların təkfirində şək edərsə, onların məzhəbini doğru görərsə, bu ümumən şirk feilini işləyən insana aiddir. Və burada bu ümmətə mənsub olan müşrik və yaxud da Tevrata, İncilə, Xristiyanlığa, Yahudiliyə mənsub olan müşrik fərq yoxdur. Bunların hamısını bir yerdə cəm edən bir əməl var, o da şirkdir. Və Allah subhanahu wa ta'ala da zikr etdiyim ayətdə insanları bölgü-bölgü edib. Və qiyamət ki, onları fəsil-fəsil edəcəklərini bildirir və 6 qrup insan zikr edir. İman edənlər, Yahudilər, Sabilər, Nəsranilər, Məcusilər, müşriklər. Allah subhanahu wa ta'ala müşrikləri də ayrı bir fəsl olaraq zikr edir. Necə ki, insan dedikdə ki, Yahudiləri, Xristiyanları təkfir etməyən insan birbaşa təkfir olunur, ancaq müşriklərə, bu ümmətin müşriklərinə gəldikdə isə muntasibsə təkfirində durulur. Bu ayətə ziddir. Çünki Allah subhanahu wa ta'ala burada müşrikləri nə edir? Ayrı bir, bütün zikr edilənlər, iman edənlərdən başqa, Yahudilər, Xristiyanlar, Sabilər, Məcusilər, bunlar hamısı müşrikdir. Lakin Allah subhanahu wa ta'ala müşrikləri ayrı bir fəsil kimi nə edib? Zikr edib. Və bu etiqadda olan insan bu ayəti inkarlamış, yalanlamış hesab edilir. Və bu etiqad, bu inanc, bu şübhə, o şübhədə olan insanı nəyə salır? Küfrə salır. Müşrikləri bölmək. Kitab əhlinin, əsli kafirləri təkfir etməyən insan birbaşa təkfir olunur, ancaq ümmətin müşrikinə gəldikdə isə təkfir etməyən insan nə edilir? Təkfir etməyən insan barəsində durulur. Bu da kökündən səhvdir. Allah subhanahu wa ta'ala kəlamına, hikmətinə və tövhid etiqadına zidd olan bir bölgüdür ki, bundan insanlar küfrə girirlər. Subhanakallahumma bihamdik, əşhədu an la ilahe illa ente, əstəğfiruka və ətubu ileyk.